Şəriətimizdə mehmana, qonağa su verərlər, müstəhəb. Suzuyan varlığa su verərlər, suzuyan adama su verərlər, müstəhəb. Bir də müstəhəb ki, qurbana su versinlər. Qurbanı kəsəndə, heyvan kəsərsən, ona su verir. Həm də İmam Səccad əleyhissalamla, İmam Zeynalabdin əleyhissalamdan bu neydi? Bu hədis var ki, həmişə bir heyvan görəndə ki, qurban kəsiblər, soruşardı ki, ona su verdiniz? Soruşardı. Deyirlər ki, bəli. Yəni Rəsulullah verdi. Başlardı ağlamağa ki, mənim atamı qurban kəsdilər, amma susuz kəsdilər. Kərbəlada şiələr və şahidin mehman idi, bəs niyə həm əhl-i beyti, həm özü əkşan idi? Şəri peyğəmbərdə verməzlər məgər mehmanə su? Ya ki, heç vacib deyil verməklə bir əkşanə su. Əhl-i Kufə vermədi, amma həmən qurbanə su. O, həmi əkşan, həmi mehman, həmi qurban idi.